Ətim az qalıb, amma axşam yeməyi üçün bərəkətli bir yemək bişirmək istəyirəm. Çəkilmiş ətin üzərinə blenderdan keçirdiyim soğanı əlavə edib duzun, istiotun, paprikasını vurdum. Qarışdırıb və ocağın üzərinə qoyuram. Doğranmış sarımsaq əlavə edib yaxşı qızardıram. İndi isə keçirəm yayın sevilən tərəvəzlərinə. Fal-fal doğradığım badımcanları duzluyub, hər iki üzüm qıpqırmızı qızardıram. Badımcanlar qızardıqdan sonra keçirəm kartofa. Onu da duzlayıb hər iki üzünü qızardıram. Növbə gəlib çatdı bibərə. Halqa doğradığım biberləri də yaxşıca qızardıram. Vəssalam, tərəvəzlər qızardı. Mənim isə başqa bir işim artdı. Bütün qazın üstü, ətraf yağ damcıları oldu. Əvvəllər slipidən istifadə etməmişdən qabaq bu işlər mənim çox gözümə durur. Artıq slipinin yağ çözdü salfetləri mətbəxdə mənim sağ əlimə çevrildi. Bu salfetlərin mavi üzü daha sərt və inatçıl yağlar üçündür. Ağ üzü isə daha hamardır. Təmizləyici mayesi isə öz içindədir. Əlavə heç bir təmizlik vasitəsinə ehtiyac yoxdur. Bununla qəşəng hər yeri silirəm. Qazın üzərindəki olan o dəmirləri də yaxşıca təmizləyir. Elə həmən salfeti də su ilə duruluyub üzərindən gedirsiniz. Qazın üzərində olan bu dəmirləri də salfetin sərt tərəfi ilə sürtürəm. Vəssalam, hər yer gül kimi tərtəmiz oldu. Artıq qızarmış tərəvəzlərimiz də bizi gözləyir. Yeməyimizi rahat şəkildə təmiz şəraitdə davam edə bilərik. Bir tava götürüb əvvəlcə dilimlənmiş pomidorları yığıram. Üzərinə qızarmış badımcanları, sonra isə kartofları yığıram. Kartofun üzərindən də qovrulmuş qiyməni eyni bərabərdə yayıram. Sonra bibəri yığdım. Ən sonda isə göyərtini əlavə elədim. Məndə ağ-qara reyhan və şüyüddür. Reyhan mütləqdir. Vəssalam. Hazırda yeməyin çox gözəl bir qoxusu yayılır. Bu yemək elə doğranmış badımcan dolmasını da xatırladır. Sadəcə olaraq burada kartof var. Çox ləzzətli və bərəkətli yemək alındı. Siz də hazırlayın, nuş olsun.